Salam. Qazların sıxlığı, nisbi sıxlıq, qaz qarışıqlarına aid hesablamalar birinci sualın izahına baxaq. Hansı qaz deyir hidrogendən 14 dəfə ağırdır? Baxın, hidrogen qaz deyəndə H2 nəzərdə tutulur və onun nisbi molekul kütləsi 2/1 2-yə bərabərdir. Say 2, bir də nisbi atom kütləsi olduğuna görə vurduğumuz zaman 2 oldu. Və bundan 14 dəfə ağır deyəndə 2-ni 14-ə vururuq, cavab olur 28. Demək ki, bizim axtardığımız qazın molyar kütləsi 28-ə bərabərdir. O isə burada CO-dur. 12 üstəgəl 16, 28 verir. İkincidə, hansı qaz oksigendən 16 dəfə yüngüldür? Artıq burada oksigen qazını yazırıq. Biz bilirik ki, 2 oksigen var və birinin nisbi atom kütləsi 16-ya bərabərdir. Molyar kütlə 32-dir. Bu 32-dən 16 dəfə yüngül deyəndə, yəni 16-ya bölürəm, cavabı 2 tapıram. Molyar kütləsi 2 olan hansıdır? Hidrogen. Üçüncüdə, hidrogenə görə nisbi sıxlığı 14 olan qazın nisbi molekul kütləsini hesablayın deyir. Baxın, hidrogenə görə sıxlıq dedikdə hər hansı bir qazdırsa biz onu 2-yə bölürük. Molyar kütləsini və burada deyir ki, nisbi sıxlığı 14-ə bərabərdir. Yəni x bərabər oldu. 14 vurulsun 2, 28. Doğru cavabımız Y-dir. Dördüncü sualda nə verib? 0,5 mol CO2, 11,2 litr SO2. Baxın, 11,2 litri biz mola çeviririk. Hansı ki, nü bərabərdir V bölü Vm düsturunu bilirdik. Biz V'nin yerinə 11,2 yazıram. V'min yerinə isə normal şərait sözünü gördüyümə görə 22,4. Bu elədi 2-də 1. 2-də 1 də elə 0,5 mol deməkdir. Demək ki, mənim SO2-m də 0,5 mol imiş. Burada 0,5-i 2-yə vurdum. 1 oksigen atomu, burada da 1 mol, daha doğrusu burada da 0,5-i 2-yə vuranda yenə 1 mol. Məndən amma soruşur oksigen atomu. Neçə oksigen atomu var deyəndə 1 üstəgəl 1, 2, 2-ni də NA-ya vururam, yəni 6,2 vurulsun 23-ə. Buradan da tapıram 1,204 vurulsun 24 alınacaq cavab. Onu da necə tapdım? Baxın, bu eləyir normalda 12,4 vurulsun 10 üstü 23, düzdürmü? Mən də baxıram ki, nəticəyə nədir edə, belə bir cavab yoxdur. Mən 1,204 görürəm. Axı, bu 4 idi. Necə oldu minə çevrildi? Minə çevirmək üçün onda mən məxrəcə 10 əlavə etməliyim. Yəni, bir 0 əlavə etməliyim. Bunun üçün onda ona vururam. İxtisar gedəndə bu 1 qalırdı onsuz da. Baxın, onda ona vuranda bu məxrəc oldu 1000. Onda 1,1000-də 204-ə gəldim. Və burada 10 üstü 1 kimi də qüvvətləri toplayıram. 10 üstü 24-ə çevrildi. 1,204 vurulsun 10 üstü 24 tapdıq cavabımızı. 5-ci sualda nə verib? Normal şəraitdə X2H4 qazının sıxlığı 1,25 qram bölünsün litrə bərabərdir. X elementinin nisbi atom kütləsini hesablayın. Biz baxırıq ki, burada normal şərait verdi və bilirik ki, qazların bir molunun normal şəraitdə tutduğu həcm 22,4-ə bərabərdir. Və rho bərabərdir M bölü V. Biz burada rho-nun yerinə 1,25 yazırıq. V-nin yerinə isə normal şərait dediyinə görə 23,4 yazırıq. Buradan M-i hesablayırıq. Görə M-imiz nə qədər olacaq? M-i də hesablayanda 125-i vurdum 10-da 224-ə. 25-i ixtisar getdi 5, 25-i ixtisar getdi 4. Bu 5 ilə 10-u ixtisar apardım 2, 2 ilə 224 ixtisar getdi 112, 112-ni də 4-ə böləndə 28 tapıram cavabı. Demək ki, mənim burada molyar kütləm, yəni 2 vurulsun x üstəgəl 4-üm 28-ə bərabərdir. X-i də tapanda 28-dən 4 çıxdım 24, 24-ü də 2-yə böləndə 12 aldım cavabımı. 6-cı sualda nə deyir? Normal şəraitdə 3,36 litr helium, 4,48 litr neondan ibarət qaz qarışığının kütləsi. Heliumu tapaq. 3,36 litrimizin kütləsi nə qədərdir? Bilmirəm. 22,4 litrimizin kütləsi 4-ə bərabərdir. X-i buradan hesablayırıq. 3,36 vur 4 böl 22,4. 100-ə vursam sürət və məxrəci 224 ilə 336, 112 yaxsa getsə bura 3 düşər, bura 2 düşər. Və burada bu hissə 4 ilə 2-ni ixtisar aparsam 2, 6 böl 10, cavabı tapdım 0,6. Sonra keçirəm digər hissəyə. Mənə axı verib ki, neon. Neonu yazıram. 4,48 litrinin kütləsi bilmirəm nə qədərdir. Bir y yazaq. 22,4 litrinin kütləsi isə 20-yə bərabərdir. Buradan da y-i taparıq. Onlar ixtisar getdi 2, 2-ni 20-yə vurub ona böləndə
4. Demək ki, mən birində cavabı tapdım 0,6, birində isə 4 tapdım. Cəmləyirəm 0,6 üstə gəl 4 bərabərdir 4,6-ya. Sonra gəlirik 7-ci suala. Bizə deyir CO2-dən və 0,75 mol N2-dən ibarət qaz qarışığının kütləsi 25 qramdır. Biz bunun kütləsini tapmaq üçün nə etməliydik? CO2-nin kütləsinin üzərinə gəlməliydik, azotun kütləsini. Və CO2-nin kütləsi bilmirəm nə qədərdir. Bir x kimi qəbul edirəm. Üzərinə gəlirəm nə? Bizim bir düsturumuz var idi. Nü bərabər idi. M bölünsün M düsturu. M-i tapmaq üçün nü-nü molyar kütləyə vurmaq lazım idi. Burada da 0,75-i mən 400 kimi yazıram. Vurmalıyım nəyə? Azotun molyar kütləsinə, molekul kütləsinə, yəni 28-ə. Cəmlədim, verdi bizə 25. Buradan da 4 ilə 28 çıxsar getdi 7. 3-ü 7-yə vurdum. 21. X üstə gəl 21 bərabərdir 25. X də buradan tapdım, oldu 4. X nə idi? Elə məndən CO2-nin qramını soruşurdu. Demək ki, cavabım 4-ə bərabər olacaq. Burada baxıram, metan verilib 10 kubmetr və 3 kubmetr hidrogendən neçə ağırdır deyir. Baxın, metanı yazdım. 10 bilmirəm neçə qramdır, x qramdır. Ancaq burada normal şərait dediyinə görə 22,4 litr verib aşağısına 22,4 düşməlidir. Bu isə 16 qramdır. X-i buradan hesablayanda nə oldu? 10 vur 16 bölü 22,4. Belə də saxlayıram. Sonra digərinə baxıram. Hidrogen verilib. Hidrogen 2-yə uyğun gəldi. Bilmirəm neçə qramdır. 22,4 litrə isə uyğun gəldi nə? Burada uyğun gəldi 2 qram deyəndə. Y-də tapanda nə oldu? 2 vur 2, 4 böl 22,4. İndi mənə deyir ki, baxın, metanın deyir, metan hidrogendən nə qədər ağırdır? Burada metanın tapdım kütləsini 160 böl 22,4 oldu. Və deyir ki, hidrogendən neçə dəfə ağırdır? Onu da bölürəm. 4 böl 22,4. Burada da vurmaya çevriləndə 160 böl 22,4 vur 4-də 22,4 yazıram və 22,4-lərim ixtisar gedəndə 160 ilə də 4-ü bölsəm cavabı 40 tapmış olaram. Sonra gəlirik 9-cu sualda. Deyir ki, normal şəraitdə 5,6 litrinin kütləsi 11,5 qram olan qazın hidrogenə görə sıxlığını tapın. Mən birinci bilmirəm hansı qazdan söhbət gedir, ancaq bilirəm ki 5,6 litrinin kütləsi verib ki 11,5 qramdır. Normal şərait dediyinə görə 5,6-nın aşağısına yazacağım 22,4. Bura isə uyğun gələcəyinə x qazının molyar kütləsi və yaxud da ki, nisbi atom kütləsi. İndi x-i buradan tapanda x nə oldu? 5,6 ilə 22,4 ixtisar getdi. Burada 4 qaldı. 11,5-i 4-ə vurduğum zaman 0, 44, 46. 46 alaram cavabı burada. Demək 46 tapdıq. Məndən də soruşanda ki, hidrogenə görə sıxlıq DH2 bərabər idi. Hansı qazdırsa onun emirini, molyar kütləsini bölməliyəm 2-yə. 46-nı da 2-yə böldüyüm zaman cavab olacaq 23. Sonra gəlirik növbəti suala. Fərqli olanları izah edəcəm. Eyni olanları ola bilər ki, sərbəst şəkildə işləmək üçün verdim. 10-cu sualda baxırıq. Burada nə verib? Azot verilib. 0,5 moldur. Sonra oksigen verilib. Millilitr verilib. Millilitri biz birinci litrə çevirək. Bunun üçün 1000-ə bölək. Alınacaq 2,24 litr. İndi 2,24 litr oksigenimizi biz çevirsək mola nə qədər olacaq? Nü bərabərdir. V bölü Vm-dən istifadə edəndə 2,24-ü 22,4-ə böləndə mən cavabı tapacağım ki 0,1. Demək ki 0,1 mol oksigen və 3,65 qram hidrogen klorid dediği zaman orada da nü bərabərdir. Artıq M bölü M düsturundan istifadə edirəm. 3,65-i bölürəm 36,5-ə. Burada da cavab oldu yenə 0,1. Demək 0,1 molda hidrogen klorid var imiş. Məndən nə soruşur? Deyir ki, neçə molekul var ümumilikdə qaz qarışığında? Baxın 0,5 mol, 0,1 mol, 0,1 mol cəmlədim. Bizə verdi nə qədər? 0,25 mol ümumilikdə. Onun da neçə molekul olduğunu tapmaq üçün nə edirəm? Vururam 6,2 vurulsun 10 üstü 23-ə. Burada 0,25 4-də 1 kimi yaza bilərəm. Burada 6,2 vurulsun 10 üstü 23. Bu isə olacaq 1505, hardasa 15,5.
Vurulsun 10 üstü 23. Mən də baxıram ki, belə bir cavabım yoxdur. Belə bir cavab yoxdursa 1,505-ə çevirməliyəm. Onun üçün də mən nə edirəm? Bu hissəni 10-da 10-a vururam. Ki, məxrəcim 1,505-ə çevrilsin. 10 üstü 23-üm də buradan 10 üstü 24-ə çevriləcək. Səhv yazdım. Bir dəqiqə desən hesablamada 4'te 1'i vurdum. Altam %2'ye. Bir dəqiqə hesaplayayım dəqiq. Buradan bizim doğru cevabımız alınacaq. 1,505 vurulsun. Yəni bu vergül bu tərəfə gəldi. 10 üstü 23. Sonra normal şəraitdə sıxlığı metan qazının sıxlığından 4 dəfə çox olan qazın 0,2 molunun kütləsini hesablayın deyir. Bizə deyir normal şəraitdə sıxlığı metan qazının sıxlığından 4 dəfə çox olsun. Metan CH4'dür. Onun molyar kütləsi 16'dır. Bundan 4 dəfə çox olan qaz, yəni 64. Yəni molyar kütləsi 64-ə bərabər olacaqdır. Deyir 0,2 molunun kütləsi nə qədərdir? 0,2 molunun kütləsi bilmirəm nə qədərdir? M qram. Amma 1 molunun kütləsi nəyə bərabərdir? Qramın aşağısına molyar kütlə düşməlidir. O da 64-dür. 64-ü 0,2 vuranda 12,8 olacaq cavab. Sonra gəldik 12-ci sual. Normal şəraitdə götürmüş 8 qram hidrogen və 56 qram azot qazlarının həcmlərini müqayisə edin. Gəlin biz bunları belə yazaq. Hidrogeni yazdıq. 8 qramdır. Həcmi bilmirəm nə qədərdir. Amma 2 qramın həcmi nəyə bərabərdir? Normal şərait dediyinə görə 22,4-ə. Burada B bərabər olacaq nəyə? 4. Bununla bu ixtisar getdi 4. 4 vurulsun 22,4. Belə də saxlayıram. Sonra gəlirəm azotu yazıram. Demək burada 56 qram idi. 56 qram bilmirəm nə qədər həcmdir. 28-in həcmi 22,4-ə bərabər olacaq. Yəni daha doğrusu uyğun olacaq. V-ni də buradan tapanda nə oldu? İxtisar getdi 2. Bu dəyəri 2 vurulsun 22,4. Baxın bu 4 vurulsun 22,4. Bu 2 vurulsun 22,4. Biz də bərabərləşdirmək üçün nə etməliyik? V hidrogenimiz 4 vur 22,4 idi. Ancaq V azotumuz 2 vur 22,4. Ona görə 2'ni vurmalıyıq V azota. Doğru cevabımız nə olacaq? B bəndi. Sonra gəlirik növbəti suala. Deyir maddənin tərkibində karbon, hidrogen, oksigen atomlarının sayı nisbəti 1, 3, 1 kimidir. Və nə deyir? Deyir bu maddənin buxarlarının hidrogenə görə nisbi sıxlığı 31'dir. Demək, hidrogenə görə sıxlıq deyəndə DH2 nəzərdə tutulur. Və neynədik? Bilmirik. X-dir. Onu biz 2'yə böləndə cavabı aldıq 31. Buradan X-i tapanda nə olacaq? X bərabər oldu 62'yə. Mən də baxıram ki, buradan mənə uyğun gələn 1, 3, 1 nisbəti bir A-da var, B-də var, bir də C-də var. Bəs yaxşı hansını götürüm? Hansı deməli 62'yə bərabərdir? B bəndində. Yaxşı. Ona görə B bəndini götürüm. 14'ü özünüz sərbəst işləyəcəksiniz. 15'dir. Yenə sərbəst işləyəcəksiniz. 0,25 mol CO2 burada var. 0,25 mol azot burada var. Deyir qarşıdakı molekulların sayını hesablayın. Yəni yaxşı deyək 0,25'i vururam 2'yə elədi 0,5. Burada da bir dəqiqə molekul sayını soruşur ümumilikdə. Biri 0,25, o birisi 0,25. Ümumilikdə nə qədər oldu? 0,25 üstə gəl 0,25 oldu 0,5. İndi məndən molekul sayını soruşanda da nə etməliyəm? 6,2 vurulsun 23'ə vururam. O da eləyəcək 3,1 vurulsun 10 üstü 23. Sonra gəldik bura. Hansı qazların deyil, normal şəraitdə sıxlıqları eynidir. Molyar kütlələri bərabər olan sıxlıqları eynidir. 16'da molyar kütləsi eyni olanı seçməliyik. Yenə 17'də molyar kütləsi eyni olanı. Deyir hansı qaz havadan ağırdır? Hansı qazın emiri 29'dan böyükdürsə o havadan ağırdır. Yüngüldür deyəndə havadan hansı qazın molyar kütləsi 29'dan kiçikdirsə onu götürürəm. Burada 20-ci sualda 0,5 molunun kütləsi 3,2 qram olan qazın hidrogenə görə nisbi sıxlığını tapın. Biz nə deyirik? 0,5 molunun kütləsi 3,2'dir. Bəs yaxşı 1 molunun kütləsi nə qədərdir? Bilmirik. X yazaq. X-i buradan hesabladığımız zaman 3,2 bölünsün 0,5 olar. Sürət və məxrəci 100'ə vurum ki azad edeyim vergüllərdən 0'dan. Burada 5 ilə 2 10 daha doğrusu ixtisar gedər 2 qalır. 2'ni 32'yə vuranda 64 olar. 64 tapdıq cavabı. Biz indi hidrogenə görə sıxlığı tapırıqsa DH2 bərabər olacaq. 64 bölünsün 2. O da elədi 32. Yəni Y bəndi.
Sonra 21-ci sualda nə deyir? 0,2 molun kütləsi 11,6 qram olan qazın havaya görə nisbi sıxlığı yenə eyni qayda ilə işləyəcəksiniz. 0,2 mola 11,6 uyğun gəldi. 1 mola nə qədərdir emir? Həmin o tapdığınız emiri bu dəfə havaya görə sıxlıq dediyinə görə 29-a bölməlisiniz. 22-ci sualda nə deyir? Deyir hidrogenə görə sıxlığı 14 olan qaz DH2 bərabərdir. Yəni x-dir. Emiri böldüm 2-yə bərabər oldu 14. Mən buradan x-i tapıram. X oldu nə qədər? 28. Deyir ki 0,5 molun kütləsi nə qədərdir? 0,5 molun kütləsi bilmirəm nə qədərdir. Amma 1 molun kütləsini tapanda o molyar kütləyə, yəni 28-ə bərabər olacaq. M də tapanda 28-i 2-də 1-ə vuranda elədi 14. Sonra gəlir 23-cü suala. Deyir ki C2H4, C2H4 və CO qazlarının qarşına hansı qazı əlavə etdikdə qarşının orta molyar kütləsi artar. Biz molyar kütləni hesablayaq birinci burada. 24 üstəgəl 4 elədi 28. Burada da 12 üstəgəl 16 elədi 28. Əgər bizim hər iki qazımız verilibsə, tutaq ki 1 mol budur, 1 mol budur. M ortanı tapanda nə edirdik? 28 vur 1 üstəgəl 28 vur 1 bölürdük nəyə? 1 üstəgəl 1-ə. Yəni 2-yə. Buradan da elə cavabı tapacağıq 28. Əgər bunun M ortası 28-ə bərabərdirsə, mən bura hansı qazı əlavə eləsəm molyar kütlə artar deyəndə, onda molyar kütləsi 28-dən böyük olan qazı seçməliyəm. Hansı ki, o da burada C2H6-dır, 30-a bərabərdir. Sonra növbəti sualda azot və dəm qazı qarşına hansı qazı əlavə etdikdə qarşının orta molyar kütləsi azalır. Bu dəfə də azot qazı və dəm qazını yazırıq. N2 və CO. Bunların emirlərinə baxırıq. Emirlər hər ikisində yenə 28-ə bərabər olacaq. Molyar kütləsi azalar deyəndə molyar kütləsi 28-dən kiçik olan qazı, yəni variantı seçməliyik. 25-ci sualda deyir ki, X və Y qazlarının hər ikisinin heliuma görə nisbi sıxlığı 11-ə bərabərdir. X qazının da heliuma görə sıxlığı deyəndə, Y qazının da heliuma görə sıxlığı deyəndə heliumun nisbi molekul kütləsi ayrı belə deyək 4-ə bərabər olduğuna görə 4-ə bölməliyik. Və hər ikisində burada 11 alırıq cavabı. Demək ki, bu x-imiz də 44-ə bərabərdir, y-imiz də 44-ə bərabərdir. Onda m2 m2-ə bərabər olar. Bu da oldu B bəndə. Sonra gəldik növbəti suala. Deyir, X və Y qazlarının maddə miqdarları bərabərdir. X qazı verilib, Y qazı verilib. Hər birinin maddə miqdarı bərabərdir. Maddə miqdarları bərabərdir deyəndə, yəni molları bərabərdir. A kimi götürsək, bu qazların normal şəraitdə həcmlər arasındakı münasibəti tapın deyəndə biz nə deyirdik? Nü bərabər idi V bölünsün VM. Normal şərait deyəndə VM-in yerinə 22,4 yazmalıyam. Burada demək mən V-ni tapanda nə etməliyəm? Nü-nü 22,4-ə vurmalıyam. Mənim nüm A, bir də 22,4-ə vururam. 22,4 A elədir. Burada da nü A-dır. 22,4-ə vururam. Mən də baxıram ki, hər ikisi bir-birinə bərabərdir. Demək ki, mənim VX-im VY-ə bərabər olacaq. 27-yə baxaq. Qazlar üçün doğru ifadələri göstərin. Molekul arasındakı cazibə qüvvəsi çox azdır. Qazlar bir-birindən uzaqda, molekullar bir-birindən aralıda, uzaqda yerləşdiyinə görə bəli, cazibə qüvvəsi onlar arasında çox az olacaq. Molekulların ölçüləri onların arasındakı məsafədən çox kiçikdir. Bəli. Molekuldakı atomlar arasında yalnız polyar kovalent rabitə var. Bu isə yanlışdır. Yalnız polyar kovalent rabitə var sözünü biz doğru götürə bilmərik. Məsəl üçün, nə deyək? N2 desəm qazdır. Məsəl üçün, H2 desəm qazdır. Burada H ilə H arasındakı rabitəyə baxsam, bu axı qeyri-polyar kovalent rabitədir. Sonra 28-də qazlar üçün doğru ifadələri müəyyən edin. Molekulların ölçüləri onların arasındakı məsafədən çox kiçikdir. Bəli, bu doğrudur. Bizdən burada soruşurdu doğru olanı. Demək 1-2-ni götürdük 27-də. O da oldu C bəndi. 28-də yenə doğru olanı soruşur. Molekuldakı atomlar arasında yalnız polyar kovalent var dedik. Bu yanlışdır. Molekullar arasındakı cazibə qüvvəsi çox azdır. Bu isə doğruydu. 1 ilə 3. O da oldu A bəndi. Sonra 29-da deyir, normal şəraitdə 22,4 litr oksigen, 22,4 litr hidrogendən neçə dəfə ağırdır. Baxın, burada diqqətli olaq. 22,4 litr nə deməkdir? 1 mol idi. Yəni 1 mol oksigen qazı. 22,4 litr yenə 1 mol hidrogen qazından neçə dəfə ağırdır. Burada kütlə nə oldu? 32 vurub 1 ilə 32. Burada isə 2 vurub 1, 2. 32-ni 2-yə böləndə 16. Demək ki, 16 dəfə ağırdır. 30-cu sualda tərkibində eyni mol sayda, yəni məsəl üçün A qədər A mol CH4 var, A mol N2 var, A mol CO2 var. Qarşıda deyir CO2-nin kütlə payını tapın. Biz nə edirik? Kütlə payı deyəndə, baxın, bunun kütləsi nəyə bərabərdir? 16 vur A-ya.
Bu 28 vur A'ya. Bu isə 44 vur A'ya bərabərdir. Məndən soruşanda ki, CO2-nin kütlə payını tap. CO2-nin kütlə payı bax 44 A'dır. Bu 44 A bilmirəm neçə faizdir. Bir X faiz yazsam. Amma ümumilikdə də hesablasam, mən görürəm ki, 44 üstə gəl 44 A 88 A edir. Bu 88 A ümumilikdə nə idi? 100% idi. Bunu 100% götürsəm, 44 A ilə 88 A ixtisar gedər, bura 2 düşər. 2x-im 100-ə bərabərdir. Mən də x-i burada nə tapıram? 50%. Gəlirik növbəti sualımıza. 31 də eynidir. Bunu özünüz sərbəst şəkildə işləməyə çalışın. 32-yə baxırıq. Deyir, hidrogen və xlor qazlarının hansı həcm nisbətinə götürmək lazımdır ki, onların molekülların say nisbəti 2/7 kimi olsun. Baxın, əgər molekülların say nisbətini 2/7 veribsə, biz bilməliyik ki, burada həcmlərimizin nisbəti 2/7-yə bərabər olacaq A bəndi. Sonra 34-cü sualda X və Y maddələrinin molyar kütlələri arasındakı münasibət hansı halda doğru göstərilmişdir? Verilən M-dir və moldur. Demək, biz nə edirik? Burada bizə deyəndə ki, molyar kütlə arasındakı münasibət nüvümüz nəyə bərabər idi? M bölünsün M-ə bərabər idi. Düzdürmü? M-i verib, nüünü verib, molyar kütləni soruşur. Molyar kütləni tapanda kiçik m-i bölməliydim nüyə. Birincidə x-də 60-ı bölürəm, nüünün yerinə n yazıram n-ə. Y-də isə 20-ni bölürəm n-ə. Baxın, indi x-də y-i bir-birinə bərabərləşdirsəm nə olacaq? Biri 60 böl n-dir x-in. Biri isə 20 bölünsün n-dir. Mən bərabərləşdirmək üçün bu hissəni 3-ə vurmalıyam. Onda demək ki, mx-in bərabər olacaq 3 vurulsun my-ə. Sonra buradan nə deyirik? X və Y qazlarının sıxlıqları arasındakı münasibət hansı halda doğrudur? Rho bərabərdir M bölü V düsturudur. Və burada biz yenə M veriləndə kiçik M versəm, molyar kütləyə asılığını yazsam belə, mən burada baxmalıyam ki, düz mütənasib olacaqdır. Yəni, belə götürərəm ki, baxın 32-dir, bu da 8-dir. 32-yə gətirmək üçün 8-i neçəyə vurmalıyam? 4-ə belə düşünək. X-imiz onda bərabər olacaq. Rho x-imiz bərabər olacaq. 4 vurulsun rho y-ə. Sonra gəldik 36-cı sual. Burada da bayaq yazdığımız kimi, baxın 34 kimi həllini istəyirdi. Sərbəst işləyərsiniz. 37-yə baxaq. Nə deyir? Normal şəraitdə sıxlığı rho olan qazın normal şəraitdədirsə, V-imiz də 22,4-ə bərabərdir. Qazın bir molekulunun kütləsi nə qədərdir? Bir molekulunun kütləsi bilmirəm nə qədərdir? M qram. Molekul deyəndə aşağıya Na düşməlidir. Avogadro ədədi. Buna da uyğun gələcək nə? Emir. Emirin də yerinə nə yazacağım? Bizim düsturumuz var. Rho bərabərdir M bölü V. M-in yerinə yazıram. Rho vurulsun V. M-imiz bərabər olacaq. Rho vurulsun V-yə. V-nin yerinə 22,4 yazıram normal şərait olduğuna görə. Yəni 22,4 rho'ya. Gətirib burada yerinə qoysam, 1-ə M, NA-ya da 22,4 rho uyğun gəlirsə, M-i hesablayanda nə olacaq? Demək, 22,4 rho bölünsün NA yazaram. Burada 2 molekulda isə burada 2 yazardım. 3 molekulda isə burada 3 yazardım. Buna aid məsələlər var. Onları özünüz sərbəst şəkildə işləməyə çalışarsınız. 22,4 rho bölünsün NA. Bu da D bəndində öz əksini tapdı. Sonra keçirik növbəti. Burada 2 molekul soruşur. Özünüz sərbəst şəkildə yazırsınız. Normal şəraitdə deyir, propanın sıxlığı metanın sıxlığından nə qədər çoxdur? Propan CH8-dir, 44-ə bərabərdir. Metan isə CH4-dür, 16-ya bərabərdir. 44 16-dan neçə dəfə çoxdur deyəndə 44-ü 16-ya bölməliyik. 40-da normal şəraitdə propanın sıxlığı hidrogenin sıxlığından neçə dəfə çoxdur? Burada hidrogen qazı nəzərdə tutulur. Propan 44-dür, hidrogen qazı deyəndə H2, yəni 2 vur 1, 2 nəzərdə tutulur. 44-ü 2-yə bölürük. 41-ci sualda bərabər həcmə malik olan birinci və ikinci qablarda eyni şəraitdə olan qazların kütlələri bərabərdir. Baxın, burada var 1,5 mol CH6-mız. Onun kütləsi nəyə bərabərdir? Kütləsini hesablayaq. 1,5-i 10-da 15 kimi yazsam, onlar 2-də 3. Yatsayısı vururam nəyə? Molyar kütləyə, yəni 30-a. Cavabı tapdım. 15, 3-ü də 15-ə vuranda 45. Sonra 1,5 mol x-im var. 1,5 mol da x, amma bunun kütləsi bilmirəm nə qədərdir. Sağda isə 3 mol CH4-üm var. Kütləni tapanda nə olacaq? 3-ü vururam CH4-ün M-yerinə, yəni 16. Elədir 48. Demək ki, mənim burada sol tərəfdə olanlarımın cəmi, yəni 45 üstə gəl 1,5 x-im bərabər olacaq sağda 48-ə. Buradan da 1,5 x-in bərabərdir. 48-dən 45-i çıxıram 3.
X də bərabərdir 3 vurulsun 10 böl 15 kimi yazsam mən bunu. İxtisar getdi 5, 5 ilə də 10, 2 tapmış olaram cavabı. Burada da doğru cavabım D bəndində öz əksini tapır. Sonra bizə 42-ni verib, baxın, bayaq lap birinci məsələ var idi. Maddə miqdarı Avogadroda. Orada deyildi 100 qramının həcmi nə qədərdir. Burada isə onun əksidir. Deyir 1 litrinin kütləsi daha azdır. Gəlin belə baxaq. Bilmirik hansı qazdan söhbət gedir. 1 litrinin kütləsi bilmirəm neçə qramdır. Normal şərait dediyinə görə 22,4 litr, 22,4 düşür litrin aşağısına. Demək 1-ə M-dirsə 22,4-ə də nə düşməlidir? Emil. İndi mən burada kütləni tapmaq istəyirəm. Kütləni tapmaq üçün nə etməliyəm? Malyar kütləni M-yə bölməliyəm 22,4-ə. Baxın, malyar kütlə harda oldu? Ən yuxarıda. Yuxarıda yəni sürətdə. Məxrəzim dəyişmir 22,4 olaraq qalır. Amma molyar kütləm dəyişir. Mənim cavabım nə zaman çox olar? Malyar kütləm harda böyükdürsə, mənim cavabım orada çox olacaq. Bizdən amma azı soruşur. Demək ki, ən az olan hardadır? Malyar kütləmin ən az olduğu. Sürətimdə hardakı kiçik cavab verilibsə, onu 22,4 dəyişmirdi. Onsuz da hamısını böləndə daha az olacaq kütləsi. Demək, ən kiçik malyar kütləsi olanı götürsəm, cavabım kiçik olacaq. O da hidrogendir. 43-də eyni qayda ilə əksidir işləyəcəksiniz. 44-cü sualda nədir? 2,24 litr hidrogen. Baxın, bayaq da dedim, nü bərabərdir. V böl Vm normal şərait verilib. Nünü tapanda 2,24-ü bölürəm 22,4-ə. Buradan tapıram 0,1 mol. Sonra deyir 2,8 qram azot. Yenə nü bərabərdir. M böl M düsturundan 2,8-i bölürəm 28-ə, tapıram 0,1 mol. Bu mənim hidrogenim oldu 0,1 mol. 0,1 molda azotum oldu. İndi deyir ki, ibarət qaz qarşısında hidrogen qazının mol payını tapın. Mol payı deyəndə baxın, bu 0,1 moldur. Bu da 0,1 moldur. İkisinin də qiyməti eynidir. Onda 50% 50% kimi götürəcəm. Və yaxud da ki, hesablamaq istəyirəmsə, hidrogenin molu nə qədərdir? 0,1 mol. Bölürəm nəyə? Ümumi mollar cəminə. Yəni 0,1 üstəgəl 0,1 oldu 0,2. Vururam 100-ə. Bunlar ixtisar gedəndə 2 düşdü. 2 ilə də 100 ixtisar gedəndə cavabı 50 tapmış olduq. Bəndə. Sonra 45-ci suala baxaq. Deyir 3 qram hidrogen var. Gəlin hidrogeni mola çevirək. Bunun üçün nə etməliyik? 3-ü belə yazaq. H2 lap tənasüblə gedək. 3 qramımız bilmirik neçə moldur. Məsəl üçün A mol yazaq. 2 qramımız isə 1 moldur. A-nı buradan tapanda nə olacaq? 1,5. CO2-də də tənasüblə getməyib, düsturla gedirəm. Nü bərabərdir M böl M. Baxın, birini tənasüblə verdim, birini düsturla verdim ki, görəsiniz ki, eynidir. Burada da 22-ni bölməliyəm nəyə? M-ə 44-ə. Bu da elədir 2-də 1, yəni 0,5. İndi nə soruşur? Deyir, qaz qarışığının tərkibini mol payı ilə ifadə edin. Belə yazaq. Demək, mənim burada 1,5 mol hidrogenim var. 0,5 mol da CO2 var. Gəlin, hidrogenin mol payını tapaq. Ondan sonra artıq 100-dən həmin o faiz çıxanda onsuz da CO2-ni tapmaq mümkündür. Hidrogenin mol payı 1,5-dir. Bölürəm ümumi 1,5 ilə 0,5-in cəmi, yəni 2-yə vururam 100-ə. Buradan da cavabı tapıram nə? 75%. Baxın, əgər mənim hidrogenim 75%-dirsə, onda mənim CO2-m də 100-dən 75-i çıxanda 25% qalacaq. Doğru cavabımız olacaq Y bəndi. 46-cı sualda eyni qayda ilə işləyəcəksiniz. 47-də eyni qayda ilə işləyirsiniz. 48-ə baxaq. Tərkibində deyir, eyni mol miqdarda asetilen, metan və etilen olan qaz qarışığının kütləsi 210 qramdır. Asetilen C2H2-dir, metan CH4-dür, etilen isə C2H4-dür. Baxın, eyni mol deyəndə A mol, A mol, A mol götürürəm. Və bunun kütləsi nəyə bərabərdir? 210-a. İndi məndən soruşur ki, qarışığın həcmi neçə litr olur? Mən birinci buradakı A-ları tapam, sonra cəmliyim, vurum 20,4-ün normal şərait dediyinə görə ümumi həcmi tapım. Bəs yaxşı, A-ları tapmaq üçün nə etməliyəm? Bu maddəmizin kütləsi nə olar? Mol A-dır. Və Emir 26-ya bərabərdir. 26A, burada 16A, burada isə 24 gedir, 28A. Cəmləyirəm. Demək, 26A, üstə gəl 16A, üstə gəl 28A, bərabərdir 210-a. Bunu cəmləsəm, bu hissəm elədir 42. 42-nin üstünə 28 gələndə 70. 70A bərabərdir 210-a. 210-u da 70-ə böləndə A-nı tapdıq 3.
Demək ki, mən burada 3 mol C2H2, 3 mol CH4, 3 mol da C2H4 götürmüşəm. Birlikdə bunların molu nə qədər oldu? 9. Bax, belə bir düsturumuz var idi. Nü bərabər idi V bölünsün VM. İndi mən nünün yerinə 9 yazıram. VM də ki, normal şərait dediyinə görə 22,4-ə bərabərdir. V-ni tapanda nə olacaq? V bərabərdir 22,4 vurulsun 9-a. 4'ü 9'a vurdum 36, 3 yadda, 2, 9, 18, 1 yadda, 2 də yadda. 201 tam onda 6 buradakı axı onda var idim. Məxrəcə düşür. 201 tam onda 6 doğru cavabımız oldu C bəndində. 49'u eyni qayda ilə işləyirsiniz. Metan CH4'dür. Oksigen O2'dir. Kükürt dioksit də SO2'dir. A. Baxın, kütlə 16 vur A. Molyar kütləni vurduq A-ya. 32 vur A. Burada da 64 vur A. Cəmlədik. Nə qədər oldu? 224. Nə qədər eləyir? Bu hissəm elədi. 16 ilə 64'ü toplasam 80, 80'in də üstünə 32 gələndə 112. 112 A bərabərdir 224'ə. A-nı da hesablayanda oldu 2. Demək mənim A-larımın yerinə, mollarımın yerinə 2 yazacağım. 2, 2, 2, ümumilikdə 6 mol oldu. Nü bərabərdir V böl VM düsturundan normal şərait verdiyinə görə burada nünün yerinə 6 yazıram. VM'in yerinə yazıram 22,4. V'ni tapıram. V də bərabərdir 22,4 vur 6. Bu da hardasa 10'luq var da 134,4 alınacaq yəqin ki. Bəndə olar. Sonra burada nə deyir? Normal şəraitə bərabər həcmdə götürülmüş azot və karbon qazından ibarət qaz qarışığının heliuma görə nisbi sıxlığını hesablayın. Burada artıq M-ortanın tapılma düsturu var. Burada demək eyni həcmdə götürülmüş deyib, yəni eyni mol miqdarda götürülmüş azotdur, bir də karbon qazıdır, belə düşünək. Onda mən bunu da A mol götürsəm, bunu da A mol götürsəm, M-ortanı tapanda nə edirdik? M-ortamız bərabərdir. Nü1 M1 üstəgəl nü2 M2 bölünsün nü1 üstəgəl nü2 həcmlər bərabər oldu. Ona görə molları bərabər götürdüm. A kimi yazdım hər ikisində. Demək burada kütləm yuxarıda nə olacaq? Birincidə 28A üstəgəl aşağıda 44A böldüm nəyə? A-ların cəminə, yəni 2A-ya. Buradan tapdıq. 72 böl 2A 36 tapdıq cavabı. Mənim M-ortam 36'ya bərabərdir. Sonra da deyil, bu qaz qarışığının heliuma görə nisbi sıxlığını tap. D heliumda deyəndə mən o 36'nı bölməliyəm nəyə? Heliumun nisbi atom kütləsinə, M-nə, A-nə belə deyək. 4'ə böldük. Buradan da cavabı 9 tapdıq. Demək ki, doğru cavabımız nədir? Y bəndində öz əksini tapdı. Bunu burada dayandırıram. Sual sayımız 97'dir. 50'də dayanaq. Bir də 47 dənəsində inşallah digər videoda izah eləyəcəm.